mənim qardaşım deyil. Hətta bu adam adını da belə yalandan deyib bizə. Bəlkə onun adını da dəyişiblər. O da səhv bilir. İnci, özümü anlatma, yaxşı? O həkim deyirdi ya. O həkimlə də maraqlanmışam. Belə adlı bir həkim yoxdur. Murad, sən 100% araşdırdın. Sən ondan xoşun gəlmirdi axı. Ona görə elə demirsən. İnci, nə var, mənim ondan xoşum gəlmir. Bu boyda baş verən hadisələr mən sənə yalandan deyəcəm. Mən ona necə inandım? Səndən gərək əvvəl mən buna imkan verməzdim. İnanmaq istədim. Mənim də bir ailəm olacaq deyə sevindim. Heç pul da gözümdə olmadı. Olacaq İnci, olacaq. Sənin yenə ailən olacaq. İndi ona zəng edib hər şey üzünə vuracaq. Zəng etdiyiniz abunəçiyə müvəqqəti olaraq zəng çatmır. Biraz sonra zəng etməyinizi xahiş edirik. Görünür, istədiyi pulu səndən götürüb, sonra da aradan çıxır. Mən heç yerə getmirəm. Necə yəni getmirəm? Hər şey hazırdır. Universitetə görə də narahat olma. Getmirəm də, getmirəm. Oğlum, biz axı danışmışdıq. Atanın işi üçün. Bəs mənim həyatım, hə? Bəs mənim dərsim? Dərsim. Sən nə vaxt dərs düşünən olmuşsan? Bu işlər sənin kaprizlərinlə getmir, Mahir bəy. Bəsdir uşaqlıq elədim, bəsdir. Mahir, atan orada sənin üçün hər şey eləyəcək. Arada gəlib dostlarını da görərsən. Mama, papa, dedim ki, ölsəm də heç yerə getmirəm. Yaxşı, onda biz gedirik. Sən burada bir qəpisiz, evsiz, eşisiz qalırsan. Qalaram, problem deyil. Qalaram. Onsuz da biz həmişə sənə istədikləri eləmişik də. Həmişə demişik ki, atamız nə istəyir ki, onu eləyək. Amma bu dəfə onu eləməyəcəm. Başa düşdün məni? Sən nə tez böyüdün? Mənə cavab da qaytarırsan? Atamın mənə verdiyi məsləhətləri eləyirəm də. Sən deyildin həmişə mənə deyən ki, öz istəklərimin dalıyca get. Hə? Demirdin elə. Mən də indi öz istəklərimin dalıyca gedirəm də. Niyə imkan vermirsən? Gəlib mənə deyirsən ki, hər şey sıfırdan başlayaq. Niyə? Hə? Mən sənə görə təyyarəyə də gedişəcəyim. Mahirə. Mahirə. Bəlkə mən gedim sən Mahirlə qalasan. Yaşının pis vaxtıdır. Gedərik, prinsipə düşər, işləri laf çətinləşdirir. Fuad. Mahirə, burada neynədiyini bilirik. Dost tanışını tanıyırıq. Lazım gəlsə mənim işlərimi də idarə eləyər. Bəs mən? Neyniyim? Oğlumuz ayağını bir başmağa diriyib getmək istəmir. Qucağıma alıb aparmayacam ki. Mən oğlumu burada tək qoya bilmərəm. Heç olmasa məni yola salın.
Çox sağ ol ata, məni başa düşdüyün üçün. Anan sənə əmanətdir. Gözümü arxada qoymayın. Orada işləri yoluna qoyub gələcəm. Sağ ol. Amma Bəsdir Mahir. Bütün planlarımı alt üst elədin. İndən belə sənə pul yoxdur. Kartında nə var, onunla da dolan. Çox zarafatçısan, Emişqam. Az mənim səndən zarafatım var. Mən ciddi deyirəm, Düz deyirəm də, sənin o ifritə bibin var, adam oxşamayan. Görmədin neynədi? Sən də onun acığına, ağılın olsun, qoşul mənə qaçaq. Başın təmiz qaçıb, deyəsən sənin. Dəli olmusan? Nə qaçmaq? Hə, başım xarab olub. Sənin dərdindən dəli olmuşam. Gicləmə də Eşat. Qaçmaq nədir? Yadından tamam çıxart. Başa düşmədim, sarı bülbülüm. Sən məni istəmsən, hə? Eşat, yaxşı bilirsən ki, məsələ o deyil. Və sən məni heç fikirləşmirsən? Hər qız istəyərdi evdən ağ gəlinliklə çıxsın. Ata xeyir duası ilə. Sən gicsən, sənin atan var, sənin atan ölüb, Bağışla, bülbülüm, bilmədim, Ağzımdan çıxdım. Allah rəhmət eləsin. Bağışla da, mən eşşəyəm. Mən eşşəyin yeşəsiyəm. Əl vurma mənə. Barışdıq. Böcəyim. Bağışla məni. Nəyə baxırsan, sən? Ver mən də baxım. Valla, sizlə maraqlıdır, amma sizsiz daha da maraqlıdır. Görəsən, Mahir hardadır? Sizi belə görəndə elə sevinirəm. İstəyirəm hamı bilsin. Bunda da var. 83 dənə zəng, 11 dənə mesaj. Kimdir mən belə axtaran? Kişi sənsə mənə zəng elə. Kimdir o? Hardasan, qorxaq? Al ağzını danışığım elə, sən kimsən? Mən sənə kim olduğumu göstərəcəm. Alçaq şərəfsiz. Arvadımla nə işin var? Arvad? Qaqaş, arvad nədir? Mən səni tanıyıram ki, arvadı da tanıyım. Gəl görüşək, mən sənə kim olduğumu göstərəcəm. Arvadıma yazdığım mesajı da göstərəcəm. Qaqaş, mən yazmışam mesajı. Nə olub sənə? Bu nə sifətdir?
Kardeşim değilmiş. Necə yanı qardaşım deyil? Məzələnirsən? Sən hardan bilirsən ay İnci? Axı Ceyhun elə uşağa oxşamır. Hiç adı Ceyhun da değilmiş. Hiç hasta da değilmiş. Nə danışırsan ay qız? Onda pulları götürüb aradan çıxır. Bu qədər safsan sən? Neçə gündür yanındadır, hiss eləmədin ki, yalan danışır? Mən sən dedim axı inanma. Şəfa kimdir ki, şəfaya qulaq assınlar? Qulaq as. İndi qışqır bağır salmağın vaxtı deyil. Fikirləşmək lazımdır, nə edək? Neyniyəcəyik, hardan tapacaq? Pulları götürüb çıxıb aradan. İndi sabah başqa birisi çıxacaq ki, qardaşınam, İnci qalan pulları da verəcək ona, qalacaq ortalıqda. Neyini yerdin? Şefa sen neyini yerdin? Dediği her şey düz çıktı, sen olsa inanmazdın. İnanmazdım. Əvvəlcə gedərdim, analiz verərdim, ondan sonra qardaşım deyə qucağına atılardım. Ben de istedim ailem olsun. Yaxşı, bəs dayaqlama. Olan olub onsuz da. Özüme söyleşirim ben. Yaralı yerimden vurdu beni. Gedim bacışkamı təsəlli edeyim. Sən də yığ gör hardadır. Git. Sizinki də bura qədər imiş qızlar. Amma ən böyük günah qardaşımdadır. Bacısını fikirləşsəydi, siz də indi pulsuz qalmazdınız. Yanıma bir oğlan göndərmişdim. 1-2 gün qalıb gedəcəkdi. Gəlib ora oğlan. Evdədir. O səhər gəldi, paltarını götürdü, getdi. Dedi ki, buralarda həmkəlik gedirəm. Nömrəni də gözümün qabağında sındırdı, atdı. Nə? Nə danışırsan sən? Ürəyində oxu. Ala bu zibil mənim yadımda qalmır da. Yadında qalmır, boğazında qalsın. Mən bir şey başa düşmürəm, qardaş. Bu bir müəllim bütün dərsləri keçə bilmirsə, bəs niyə bir tələbə bütün dərsləri oxumalıdır? Nüsü, biz de bir şeye başa düşemirik. Sen bu kadar duzsuz zarafatları hardan tapsan? Böyle danışma, çıbız. Sen yaşında ben bilsen neydim? Pəncərəyə hu eləyib üləşə keçəcəkdim. Da belə boş-boş danışmırdım. Gözləyin ha. Bu heç özündə deyil ela. Neynəyəcəyik bundan biz? Heç ya, neynəyəcəyik? Adamda gələ belə sifət olsun, he? Adamda üz olsun. Sevmir də qız bunu. Başa düşmür bu. Sevmir. Belə də ki, Şakira kimi qız da. Neynir Ülbünü? Şəxsən mən qız olsam, Ülbüyə yaxın da durmaram. Niyə elə deyirsən ela? Nüsü, sen bunları Ülvün yüzüne diyebilirsen. Lazımsa lap sevirsin, aslanına da deyərəm. Uşaqlar bəssizdir. Sabah imtahana hazırlaşmaq lazımdır. Ağıllı ol. Əli çəkər. Şazından ölürəm, nə imtihan? Yemək nə var? Yaxşı dolma var, yalancı dolma. Nə? Yalancı dolma? Yox, bir
dürüst üstbazı dolması. Ya da ki gururlu paytaxt salatı. Ne? Gururlu paytaxt salatı. Terbiyeli sığırtma var ver yanıma. Ağzına gələn danışma ha. Qalacan olsun. Ban Nüsrət, sonra geri qalacaqsan ha. Sənə görə bir də oxumayacağıq. Ha, Nüsrət oxumamış halimdə. Başa düşdün? Hələ mən oxuduqlarıma gəlin çatın, sonra danışarsın. Tak что, с легким паром. Getdim mən çinməyə. Bu bambıl da getdi girdi çinməyə, indi 3 saat orada oturacaq. Ay babuşka! Ay oğlum babuşka! Ses. Babuşka! Babuşka! Ay oğlum. Ay babuşka! Ay oğlum. Yavaş. Ay oğlum. Yıkıldı? Yok, Ukrayna diye marşrut gözledim. Buradan keçmir axı. Başım xarab deyil sənin ya. Görmüsən qolum. Nüsrət deyəsən çıxıb, bəlkə həkimə gedək. Yo, həkim lazım deyil. Getsə indi. Lazım deyil. Çıxlar 2 cür olur. Tamam və natamam. Çıxlar vaxtı oynaqlarda sümülə yerini dəşdə bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır. Bəzən də damarlar və sinirlər ziyan görür. Onun üçün də həkimə getmək lazımdır. Qardaşım mənim. Ay, yeni kulum. Oy mamaşka. Oy kulum. Uşaqlar yazdınız da kimyəvi rabitənin növləri, onların əmələ gəlmə mexanizmi. Əmələ gəlmə mexanizmi. Aha. Nə oldu Tural? Al iç çay. Sus da. Cavanları arada tək qoymaq lazım. Tural, nə hərəkət edirsən, tanımırsan sən? Nə utanmaq? Gələcək indi xanım mənməsən. Sən indi xanım məlmədən utunan olmuşsan. Sən deyildin xanımın dalınca danışan. İndi gör tərəfə saxlayırsan da xanımın. Mən? Nə vaxt danışmışam xanım mənmədən? Bir dəqiqə deyən, sən nə yazırsan orada? Qızla işin olmaz. Gəlin qaynana birləşin, indən sağlam mən gözüm çıxdı, yəkçəlik yoxdur. Harada qalmışdıq? Gedək oradan xanım mən. Yazaq. Amma mən yoruldum, biraz dincəlmək istəyirəm. Onsuz da bu vitvasonla mənim gələcəyim məlumdur da. Yerim bəlli, yurdum bəlli. Bəli, dəyərli dinləyicilər, növbəti mahnı Mamam xanım və Banu üçün gəlir. Hey, Tural. İndi Maman xanım sənə bir şey danışsın. Sən də qulaqları yaxşı aç, qulaq as. Qulaq as, xanım nəsə. Hə, elə sən də. Deməli, günlərin bir günü bir qartal ağacda oturub dincəlir. Heç bir şey eləmir. Həmin vaxt bir dovşan yaxınlaşır ona. Deyir ki, olar mən də oturum sənin yanında, heç bir şey eləməyim. Bu mənə dəxli var? Dəxli odur ki, həmin dovşan gəlib oturur orada. Qartalın yanında. Heç nə eləmir. Elə bu vaxt bir tülkü hardansa çıxır, dovşanı yeyir. İndi burada dovşan mənəm. Tural, bax o qartal olub hündürdə oturmaq üçün sən lap hündürdə olmasan bala, çox hündürdə. O hündürə də gedən yol, o yüksəkliyə gedən yol bax bu kitablardan keçir. Ona görə oxumaq lazımdır. Başa düşdünüz? Oxumaq. Özün də o papağı çıxar. Güya bilmirik saçını kəstirib gözəlləşmisən. Nə vaxt gedirsən Murat? 1-2 saata gedirəm. Gəldim sizlə sağollaşım. İndi qoyub gedəcəksən bizi? Ayda, qrupumuz alendilonsuz qalacaq indi.
Makı, balaca bir sumka hazırlattırmışam. İçində nə bilim, mürəbbə, pendir, şoraba zad var. Deyirəm ki, elə orada yeyib elə bizi yada salarsan, ha? Dəqiq. Bir vəfa, sumkanı gətir. O gətirsin. Buyur Rüstəm. Sağ ol. Buyur. Sağ ol Tom Bey. Sağ ol. Sən də sağ ol. Getdim çatdım. Adresi yaz. Mayılla bir şeylər var, onlara göndərəcəm. Mayıl kimdir? Mayıl bilmirsiniz nədir? Sən mail demək istəyirsən? Hə də, ondan da maillə şeylərdir. Amma bəhanə istəmirəm Makı, toyumda mütləq iştirak eləyəcəksən. Tom Bey, hələ bilmək olmaz, kimin toyu birinci olacaq? Görürəm, çox pissiz. Hala heç yerə getmirəm, hala, öldürmüş hala, bu nə sifətdir? Dolamsan bizi? Biraz yüngül sədim doluyum da, hala, yüzümüzü görərdiniz, yerə, hala. Hələ bu oğlan 4 ilsin, maz gözü xarab eləyəcək, bilin. Ürəyin yerinə gəldi. Gəldi. Bir dənə diş tapsaydı məl olardı. Taparıq. İnci, sənə nə olub? Özün buradasan, fikrin başqa yerdədir. Yəqin evlilik təklifini qəbul eləmədiyinə görə peşman olub. Sonra deyirsiniz İnci özünü bəyənir, insan saymır. Siz saylasa da anlarsınız. Biz bura nəyə yığışmışıq? İmtahanları danışmağa. Kimisə şəxsi həyatın yox. İkisində. Küs sənin başına. İnci, mənə gör bara qaçırsan. Heç qızlar əsəbimlə oynayırlar. İstəyirsən qızları imtahandan kəsim sənə görə. Murad müəllim, Bəli. siz də tətil günü işləyənlərdənsiniz. Hər halda Qızqayət xanım, mən tətilimi imtahanlardan sonra eləyəcəm. Buyurun. Привет, всем мальчики, девушки, как дела? Sənə nə olub? Niyə bu gündəsən? Soruşmayın usta, yaxşı qurtardım. Başım zadım əzəcəkdi. Yoxsa bu dəqiqə qəbrimin üstündə ağlayacaqdı uzanmış. Nüsrət, imtahan qabağı nə olub olsa? Hüseyin, belə baxanda imtahanda sağ əlinlə yazırlar da, sənin sol əlin olması da olar, niyə izləyir? Balaş, heç nə demirəm. Mənim gülmə şüşəsən, qardaş. Mənim gülmə şüşəsən. Ver gül. Nüsrət, kişinin başına iş gələr, kefi pozma. Bundan artıq nə şey daha, əlim zadım. Lazımdır. Salam uşaqlar. Salam verin. Nə olub yenə? Nə bazar açmışsınız burada? Ha? Şəhətmərim, qonaq olun. Nə də? Yiyib qutarıb indi də qalanını mənə vermək istəyirsən? Elə qalxozluğun gərək burada göstərəsən. Otur aşağı! Qalxoz. Müəllim, Nüsrətin qolu sınıb. Yox, sınıb. Özdə dərs ilə yaxşı hazırlamışdım ki. Yenə nə oyun çıxartmışsan ki? Özdə sol qolundu da sağına yazarsan. Bir də ki, bir qolla səni kim tanıyacaq? Şeydir, Fikret müəllim. Hə. Şeydir, istəyirəm ki, bugündən bir xatirə olaraq
siz kimi bir insan, siz kimi ağıllı, kamil insan, müəllim adını həmişə belə zirvələrdə qoruyub saxlayan bir insan, biz öz imzanızı belə mənim qoluma şey eləyərdiniz, çəkərdiniz, yadigar qalsın. Nüsrət, ağ eləmə. Görürsünüz, baxırdılar müəllim. Bu nə bilirlər, müəllim nədir, tələbə nədir? Deyir, ey hörmətli müəllim, hər könüldə yerin var, hər bağda, Ukrayns qruqda, sənin meyvən... Yox bir Moskovs qruqda. Gəti görüm, sən də bir avaramız var. Sağ olun müəllim. Hə, ehtiyatlı ol, altında brilyant zad yoxdur ki. Yox, müəllim, bu işdən işim yox. Ay sağ ol. Bilinir, şamil insanın imzası. Dərhal. İmtahanlara yaxşı hazırlaşın ha. Heç kimin göz yaşına baxılmayacaq. Eşitdiniz? Oy, Apache. Parikar getdi. Ne tez yoldular ha sen. Sağ olun Kətmən. Uşaqlar, sən cansın, yazın da siz də yazın, nəsə yazın. Ürək sözü bir nəsə, xoş söz yazın. Nə yazılmış? Məni necə tanımısan bu şeydə? Xatirə dəftəri zadda ona ürək sözümüzü yazaq. Çıx şölə sən. Cipslərindən qoyacam təpənə ağız. Yaz, sən fikir vermə o makaron. Yaxşı. Sü. Heç söz, üzün ağ olsun belə. Nüsrət, nə haqqa çıxardırsan? İşin gücün yoxdur. Bilsən necə Pəriz, indi siz imkanlısınız da, indi siz belə başınızı qatırsınız, mən də kasım balası da başım belə qatıram, neyiniyim, nağarım, nətər yiyim. Mənə maraqlıdır. Gətir yazım düz. Yazdım, bir yaxdan yazdım. Bir, iki, rənglər var yəni. Üç, yaz. Yəni hansı rəngdə istəyir yaz. Bu qırmızı ilə yaz. Qırmızı bana çox yakışıyor. Belə? Sağ ol. Kəpdən də ürəyə qoyum, hə? Ürək. Oxun da qoy, oxun da qoy. Al. Ay sağ ol, gözəl. Bayaqdan ürəyim partlayır. Bəlkə çıxaq hava alaq biraz. Dəli sənsən. Belə getsə biz heç nə gizlədə bilməyəcəyik. Biləcəklər onlar. Bilsinlər də öldürmüsən, əvvəl axırı bilmədilər də. Hep sən müəllimin zadına mı olmaz bizə sevgili olma? Yaxşı da Gülşən, gedək. Nə oldu? Gülşən. Nə olar, telefon aç da. Mənim böcəyim, aç da telefonu, nə olar? Mənə deyən lazımdır ki, qoğal sifət. Sənin dilin bir yerdə dayanmır, gəlib qıza deyirsə səni qaçırdacam. Qaçırdan oğlan demirəyə gedir, qaçırdır. İndi telefona cavab vermir. Elşad, telefonuma zəng gəlir. Alo? Eşat zəng eləmişdin, eşitməmişəm, nə deyirdin? Az, sən niyə mənim oğlumdan əl çəkmirsən, hə? Nə istəyirsən ondan? Mən Elşadı yığmışdım axı. Mən də Elşadın anasıyım. Sözüm var. Bura bax, yaxşı-yaxşı yadında saxla.
mən heç vaxt öz oğlumu sənə yem eləmərəm. Bildin? Bunu yadından çıxartma. Gül kimi, boylu buxunlu oğluma sənin kimi qara qızı almaram və salam. İfritə. Sən minnətin olsun ki, hələ mən sənin oğluna hə demişəm. Yox. Görəm bu qız öz xoşu ilə Elşaddan əl çəkməyəcək. Bu iş mənlikdir. Mənlikdir və salam. Az, Hava xanım. Ha? Nə olub? Səsini başına atmısan? Heç nə bala. Deyirəm yemək hazırdır. Otur, ye, sonra gedərsən. Ac niyə gedəsən axı? Hə, düz deyirsən. Otur, indi gətirirəm. Nə oldu? Harda olduğunu öyrənə bilmədiniz? Ay, yaxşılıq bilməyən alçaq. Güya bir yerdə qaçıb iş qurmalıydıq. Heç yox. Elədiyim bütün yaxşılıqların hamısını onun burnundan gətirəcəm. Şərəfsiz. Alçaq. Vicdansız. Çox pis oldum. O əlimdən tutanda elə bildim ki, əlimdən tutan Elşaddır. Özüm mən asılı olmadı. Onu orada qoydum, qaçdım. Gülşən, bəlkə gedib Mahirlə danışasan. Sən də rahatlayasan, Yox, Aydan. Bax, heç bir oğlan mənim kimi qızı qəbul eləməz. Qız hardan bilirsən? Mahir hələ ki sənə inanır. Gedib özürgənsə, təsəvvür elə nə olacaq? Axı mən onu hələ yaxşı tanımıram. Birdən deyərəm, o da mənə başqa niyyətlə yanaşar. Dəlisən sən? Mahir elə uşaqdır. Hələ ki gec deyil, get danış. Bax, sənə bir misal çəkəcəm. Diqqətlə qulaq as. Bir vaxtlar 3 dost var idi. Sevgi, dostluq və inan. Sevginin işi çıxır. Deyir ki, uşaqlar, mən gedirəm. Amma uzaqda olmayacağam. Haçan darıxsaz, gəlin yanıma. Harda bir-birinə sevgi ilə baxan cütlüyü görsəz, mən oradayam. Sevgi gedir. Dostluq deyir ki, onda mən də gedirəm. Harda bir yerdə ağlayan 2 adam görsəz, mən oradayam. Dostluq gedir, heç imkan vermir ki, inam ağzını açsın. Yaxşı, bəs İnam tək qalır? Hə, İnam tək qalır. Öz-özünə deyir ki, mən getsəm, siz bir də məni heç vaxt qaytara bilməyəsiniz. Nə pis. Ona görə Gülşən, Mahirlə sən arandakı inam itməmiş, get danış. İtirsən, qaytara bilməyəsən. Səbinə, o avaralara denəm, sabaha yaxşı hazırlaşsınlar. Nəzarətçiniz də Murad müəllim olacaq. Müəllim, Murad müəllim demişkən, sizə bir söz demək istəyirəm. Yenə nə eşitmisən? Eşitməmişəm, görmüşəm. Nəyi görmüsən axı? Bizim qız qayıt müəllimə var, Bax, onun hərəkətlərinə. Ay qız, mıs-mıs deyincə bir Mustafanı da görək.
Mustafa yox, Murad müəllim deyirəm. Qızqayıt müəllimənin Murad müəllimdən xoşu gəlir. Vicdansız uşaqlar var. Xəstə mənə göndərirlər. Çörək almağa. Mənə lazımdır bu. Allah götürmür bunları. Allah bunları götürmür. Eyb yox, nə olar? Hə, oğlumu yoldan çıxardım, sarıbaş ifritə. İndi Havva xanım öyrənərsən kimsən. Qız nasıl Babulya? Babulya nən öndü? Oğlum sənsən? Tanımadın məni? Kanişdən tanıdım, Gülşənin xalası. Necəsən? İşlərin, güclərin? Qoluma nə olub? Yıxılmışam, əzilib qolum. Vallahi imkanım da yoxdur ki, gedim dərmanca dalım. Elə bitər dolanır da xala. Can. Ay bala, xalın ölməyib ki. Sənə pul verər, həkimə də gedərsən, dərman da alarsan. Nə vaxt o, xoş gün, nə vaxt inşallah. Qulaq as, səndən bir söz soruşacağam. Bilirsən, burada qonşuluqda hardasa Şəfa adında qız yaşayır. Necə qızdır o? Bilirsən, onlarla qonşuluqda ev almaq istəyirik. Dedim, indidən bilim də, qonşum nətərdir. Bu Zeynal əmin qızın deyirsiniz? Hə, yəqin ki elə odur. Hə, tanıyıram. İmkanlıdırlar, dəhşət imkanlıdırlar. İmkanlı bilirdi, özmür. Mən evimdə Şakira girir, Sibeyzan çıxır. Brad Pitt girir, Sibeyzan çıxır. 4-5 dənə maşını var hərəsin, özmür. Bu bina demək olar ki, yarısı yox, elə hamısı onlarındır. Biz də onun evində kiraya qaldıq da. Özümün belə ağzımız su axır, belə kasım balası, yetim kimi qalırıq bax belə. Ulan əlinə baxırıq. Nə oldu, danışdın Ceyhunla? Nə vaxt alırıq pulları? Şəfa, onu tapa bilmirəm. Deyəsən pulları götürüb qaçıb. Sən gətirməmişdin onu. Necə tapa bilmirəm? Ay qız, qaçıb da, dedim qaçıb, məni də alladıb gedib. Bəs sən məni niyə aldatdın, hə? Hər şeyi bilirəm Rəfiqə xanım. Deməli Ceyhunla birləşib, pulları götürüb aradan çıxacaqdınız, hə? Amma ədalətli dünya, sənə də qalmadı o pullar. Elə şey yoxdur, özündən hoqqa çıxartma. Hara gedirsən? Şəfa, bəsdir. Sözün bitməyib elə. Deyəsən, axı sən də İnciyə qarşı məndən əlbir olmuşdun, hə? Sənin də günahın az deyil, ha? Qabaqdan gəlmişliyinə bax, sən bunun. Qara məni basınca mən qaranı basım, hə? Nə danışırsan, ay qız sən? Bilirsən nə var? Rədd ol, çıx get bizim evdən. Nə? Səni qovuram, çıx get! Nə olub burada? Siz nə danışırsınız? Yaxşı gəlmirsən, İnci. İnci birim getmək istəyirdi, tələsir. Yox, qızım, sənə deyəcək sözlərim var. Çək əlvi. Atavın qoyduğu pulları götürmək üçün sənin qolun lazım idi. Sonra qardaşın gəldi. Fikirləşdik ki, ikimiz. Əlvi çək, ay qız. O xəstəyim desə, sən ona inanacaqsın. Fikirləşdiyimizi də elədin. Nədir? Yalancı qardaş söhbətini də biz ikimiz ortaya çıxartmışdıq. Yəni bacınla mən birləşib, sənin başı valladıb pulları əlindən almaq istəyirdik. Aydan, Gülşən evdən? Hə. Mahir, Gülşən hər şeyi mənə danışdı. Çalış başa düş də. Nəyə başa düşüm ki, Aydan? Əlindən tutmaq istədim, belə reaksiya verdi. Neyse.
Niyə zənglərimə cavab vermirsən? Nə deyəcəyimi bilmirdim. Gülşən, sənə indi bir dənə sual verəcəm. Ümid edirəm onun cavabını bilirsən. Nə sual? Məndən qabaq həyatında kimsə olub? A1 qrupu sizsiz? Ha, bizik. Aranızda Tural kimdir? Nə edirsən ki, Turala? Kişi kimi söhbət eləyəcəm. Namus dərsi keçəcəm ona. Sən Tural. Deməli sənə Tural lazımdır, Ömər. Tural sənsən? Cavab ver də, nəyə susmusan? Tural. Deyə odur Tural.